Bizdə Azərbaycanda həkimi çalışırlar ki, sən əzbərçi olasan, teoriyanı yaxşı biləsən. Praktikaya fikir çox az verilir. Son zamanlar Alman sistemi də ideal deyil. Həkimləri çox stres altına qoyurlar. Almaniyada qərara gəlmişik ki, bu xəstəyə asan və insani tərəfdən ölüm təşkil eləmək. Salam mənim xəyallarımın ardınca verilişimin daimi və sevimli izləyiciləri. Sizləri yenidən xəyallarımın ardınca verilişimin növbəti yeni buraxılışından salamlayıram. Demək ki, bugünkü qonağımız bizim Almaniyada həkim kimi fəaliyyət göstərən, ev həkimi kimi fəaliyyət göstərən əziz dostumuz, əziz doktorla sizi yaxından tanış edəcək. O, Almaniyada ev həkimi olaraq necə çalışmaq olar, bunlar üçün hansı şərtlər lazımdır, nələr etmək lazımdır, bax bununla bağlı ətraflı məlumatı özü verəcək. Və mən onun klinikasının qarşısındayım. Bax, Havsat, Əziz Abdullayev, iş saatları bax budur. Bizim Remşayed şəhərində yerləşir bax bu klinika. Nəzərinizə çatdırım ki, bir müddət sonra Əziz bəy yenidən Köln şəhərinə qayıdacaq. Yavaş-yavaş mən içəri doğru gedirəm və həkimimiz buradadır. Xoş gördük Əziz bəy. Necəsiz? Yaxşıyam, sağ olun. Necəsən? Bu Şükür. havada gəlib çıxa bildik. Bizim borcumuzdur. Sizi görmək bizi çox sevindirir. Siz bizim fəxrimizsiz, qürurumuzsuz. Başlayaq. Başlayaq. Hə, bir praksislə bizi tanış edin. Şeydir, praksisdir. Bu resepsiyonumuzdur. Məlumat bürosu. Bəli. Burada bu mənim otağımda, qəbul otağım. Burada gördüyün kimi bizdə uzi aparatım var, yəni mən burada uzini özüm eləyirəm. Yəni Almaniyada ümumiyyətcə terapevtlər özləri diaqnostikanı eləyirlər. Bu şəkillərdir. Aha. Xəstələr çəkir, məsələn, hədiyyə olaraq, həm də depressiya olan xəstələr elə bil ki, Anlamları var. şeydir də, onlara diaqnostikada kömək eləyir. Məsələn, bu şəkildə depressiyalı xəstə müalicəsindən sonradır. Bu ondan qabaq da elə bil həmin xəstənin. Burada düzdür asmamışım, biraz tənbəllik eləyirəm, amma birazdan asarım. Sağalmamışdan öncədir. Evet. Və o sizin o da müayinələrdən sonra, müalicələrdən sonra. Yəni biz burada şeydir də, ailə həkimi hər şey müalicə edirik. Yəni ki, depressiya, sonra nə bilim, bədən xəstəlikləri, travmalar. O da bizim kolleqamızdır, mənim. Hello. Monikadır. Bu da bizim laboratoriyamızdır. Burada qan götürürük. Nə bilim, analizlər eləyirik. Çoxlu peyvəndlər eləyirik. Almanlar xoşlayır peyvəndləri. Yəni xoşlamaq da lazımdır. Hamıya məsləhət görürük. Yəni bilirəm bizdə peyvənd xoşlamayan insanlar çoxdur. Bu gözləmə otağımızdır. Belə Kuba temasında. Hər yerdə Kuba temaları. Bu hamam tualetlər. Burada diaqnostika otağımızdır. Burada eləyirik. EKG eləyirik. Sonra nəfəs funksiyaları yoxlayırıq. Nə bilim, velosipedlə naqruzka altında EKG çəkirik. Həm də nəsə bir xəstə özünü nasazı hiss eləsə, təcili yardım gələnə qədər biz bu ilkin tibbi yardımı bu otaqda göstəririk. Yəni ki, bu digər həkim otağıdır. Burada növbəti kolleqamızda indi pauzadadılar, yəni onlar yoxdular. Biri pauzadadır, biri bugün kursdadır. Yəni həkimlər burada tez-tez kurslara gedir. O biri otaqda da kolleqamız çalışır, oranı göstərə bilməyəcəyik. O da eyni otaqdır. Bu da bir dənə də digər uzi otağımızdır. O biri kolleqamız da oradadır. Belə. Təşəkkür ətraflı məlumat üçün. O zaman indi yavaş-yavaş sən də hazırlar, keçək otağa, intervyumuza başlayaq. Başlayaq. Gəl. Hə, əziz doktor, əgər hazırsansa yavaş-yavaş başlayaq müsahibəmizə. İlk sualımız ondan ibarət ki, özünüz haqqında qısa danışın. Azərbaycanda harada oxumusan və Almaniyaya həkim kimi gəlmək yolunuz necə başladı? Azərbaycanda mən tibb universitetini bitirmişəm. Orada deməli mən 2008-2014 arası oxumuşam. Oranı bitirdikdən sonra mən bizdə rezidenturaya daxil olmuşdum. Orada təkmilləşdirmə institutunda.
il yarım orada işlədim. Gördüm ki, yəni terapevtlər üçün o qədər də yaxşı belə deyək, perspektiv yox idi həmin zaman. Ondan sonra özümə qərar verdim ki, mən xarici getməliyəm. Bu zaman elə bil mənə 3 variant var idi. Biri Türkiyə idi, biri Almaniya idi və Amerika idi. Amerika çox bahadır deyə ondan imtina elədim. Yəni mənim imkanım yox idi Amerikaya getmək. Türkiyədə oxumaq biraz çox idi və Türkiyədə sonrakı perspektiv terapevtlər üçün də az idi. Mən həmişə cərrah olmaq istəmirdim. Yəni qeyri-standart bir tip tələbəsi idim. Yəni bizdə tip tələbələri çoxsu cərrah olmaq istəyir, neyrocərrah olmaq istəyir. Mən onu həmişə nəsə 3-cü kursda başa düşdüm ki, mənlik deyil. Və qərar verdim ki, Almaniyaya gedim. Dilini öyrəndim və gəldim bura. 2015-də mən 3 aylıq praktikaya gəlmişdim bura dövlət yolu ilə. 2016-cı ildə mən bura artıq işləməyə gəldim. Yəni o praktika zamanı mən artıq burada iş yerlərində maraqlandım. Azərbaycana qayıtdıqdan sonra bura intensiv bewerbunglar yazdım, yəni CV atdım və burada qəbul olundum və başladım işləməyə. 2016-cı il sentyabrın 12-si rəsmi yadımdadır. O tarix şeydə Türingen əyaləti Almaniyanın düz mərkəzində. Türingenlilər özlərindən deyirlər ki, biz Almaniyanın yaşıl ürəyiyik. Orada bir 2 il işlədikdən sonra Türingendən keçdim. İstədim oradan çıxım, çünki Türingen biraz darıxdırıcıdır. Yəni düzdür, başlamaq üçün pis də deyil, amma Türingen ilk olaraq çox darıxdırıcı idi bizim üçün. Ona görə biz köçdük Köln ətrafına. Yəni biz orada olarkən artıq axtarırdıq ki, hara köçə bilərik və böyük şəhərə köçmək istəyirdik. Gəzməkdən axtardıqdan sonra biraz bizə Köln şəhəri xoşumuza gəldi və Kölnün ətrafına hal-hazırda köçmüşük və hal-hazırda orada yaşayırıq. Növbəti sualım ondan ibarətdir ki, ev həkimi demək nə deməkdir Almaniyada? Ev həkimi. Ev həkimi burada demək olar ki, adi bir xəstə üçün birinci həkimdir. Yəni ki, bu nəinki həkim sənin əməli başlı burada house arts deyirlər, yəni ev həkimi. Sən burada işlərkən sən bütün ailəni tanıyırsan, ailənin problemləri, evlənməklərini, boşanmalarını, nə bilim bütün intriqalarını belə bilirsən. Yəni hətta elə olur ki, yəni mənə burada söyləyirlər, öz oğluna, qızına söyləmirlər ya da öz valideyninə söyləmirlər. Yəni mənlə bölüşürlər, amma artıq belə bir ailə bir üzvü olursan, yəni bunların çox ailə həkimləri çox yox, yəni bəzi ailə həkimləri hətta house bezuq eləyirlər, yəni evə də gedirlər. Yəni mən burada biraz az edirəm, çünki son zamanlar Alman sistemi də ideal deyil. Yəni Alman sistemi elədir ki, bu house bezuqlar maddi cəhətdən çox da lukrativ deyil və ona görə də çox ailə həkimləri vaxt olmadığı üçün, pul gətirmədiyi üçün bu house bezuqları eləmirlər. Yəni işdə, praksisdə o qədər çox olur ki, yəni bir xəstənin bezuquna, yəni onun evinə gedib gəlməyinə sən burada 6-10 xəstəyə baxa bilərsən həmin zamanda. Ona görə, yəni amma yenə də çalışıram vaxt tapıb, yəni çox qoca olan xəstələrimə, hansı ki bura yaşlı xəstələrimə, hansı ki bura vaxt tapmırlar bura gəlməyə, yaxud gələ bilmirlər, yəni pasteldən qalxa bilmirlər. Təbii ki, onların yanına gedib onlara yardım edib, onlara nə lazımdır, həkim kimi qulluq eləyirəm. Azərbaycandan bir həkim kimi gəlib Almaniyada sıfırdan başlamaq buna dəyərdimi, yoxsa? Mən 10 dəfəmdə gedib gəlsəydim, yenə də bu yolu seçərdim. Yəni Almaniya mənə çox şey verdi bir həkim kimi. Problem bizdə Azərbaycanda təhsil o qədər də pis vermirlər. Yəni deyək ki, Azərbaycanda pisdir ya yaxşıdır.
sadəcə biraz fərqlidir burdan. Bizdə Azərbaycanda həkimi çalışırlar ki, sən əzbərçi olasan, teoriyanı yaxşı biləsən, praktikaya fikir çox az verilir. Əsasən də terapiyada o da biraz sosial aspektlərlə də əlaqəlidir. Yəni mən oxuyan zaman hələ sığorta da yox idi orada. Yəni icbari tibbi sığorta yox idi. Onun olması çox gözəl bir şeydir. Yəni xəstələr dərmanları, analizləri, bütün operativ diaqnostikanı öz cib xərclərinə eləməliyirlər. Bəzi öz hesabına. Amma indi yəni onu çatdıran ailələr də var idi, çatdırmayan da ailələr var idi və çatdıranlar da təbii ki istəmirlər ki, tələbələr onlarla məşğul olsunlar. Çoxsu da yəni mən bunu institut zamanında görmüşəm ki, tələbə əgər xəstə otağına girirdirsə, yəni baxırdılar, deyirlər, aha, bizim üstümüzdə nəsə bir opt eləyirlər. Bizə deyirlər ki, təcrübə, istəmirlər. Çox xəstələr istəmirlər. Onun üçün yəni mən olan zaman sistem o qədər də yəni tələbə üçün praktiki cəhətdən optimal deyil idi. Almaniyada isə tam başqa. Yəni sən burada tələbələr gəlirdi bizim xəstəxana zamanı, yəni mən xəstəxanada olan zaman Alman tələbələri, 3-cü kurs tələbələri artıq gəlirlər xəstəxanaya. Yəni həvəs göstərirlərsə, maraq göstərirlərsə, öyrənmək istəyirlərsə, onlara hər bir şərait yaranır. Yəni onlar EKG də eləyirlər, qan da götürürlər. Yəni artıq biz onlara bir tələbə kimi baxmırıq. Biz onlara təkcə biz yox, yəni bizdən böyük həkimlər də, yəni operaçlar, aparıcı həkimlər, uzmanlar onlara bir tələbə kimi baxmırlar, çoxsu baxır gələcək bir kollega kimi və ona çox hörmətlə yanaşır, onu çalışır öyrətməyə. Tələbələr var ki, xırda əməliyyatlara da girirlər, əgər əməliyyata maraqları varsa, anesteziyada, intubasiyada eləyirlər, yəni çətin aparatları da istifadə etməyə, qurdalamağa imkan verirlər, loru dildə desək. Yəni aparatlarla tanış olmağa aparatla tanış olmağa imkan verirlər. O da yenə də Alman dövlətin sosial tərəfindən bağlıdır və sığorta tərəfindən. Çünki hər aparat sığortalıdır. Yəni sabah tələbə onu qırsa da o aparat sığortalıdır, sığorta onu dəyişdirəcək. Yəni o 1 milyonluq aparat da olsa belə dəyişir. Düzdür, o 1 milyonluq aparatları elə də rahat buraxmırlar tələbələri, amma məsələn bu UZI aparatlar var ki, xəstəxanada onlar 80-100 mindir və tələbələr onu sakitcəniz gedir oradan, çıxardır bir otaqdan, girir o bir otağa, gedir xəstəni istədiyi zamanda UZI eləyir, rahat istifadə eləyir və rahat bizə müraciət eləyə bilir. Biz də onu düzəldirik, yaxud göstəririk, səmtinə yönəldirik. Nə gözəl, ətraflı cavab idi. Yəni bu anlam verir ki, eyni zamanda bir daha təsdiqləyir ki, tibbi sığorta hər bir halda hər bir ölkə üçün vacibli bir məsələdir. Həkim olmaq çöldən doğrudan da biz sadə insanlar üçün çox prestijli görsənir. Bəs siz həkimlər üçün necə? Bəs içəridə necə yəni? İçəridə necə? İçəridə də deyərdim prestijlidir. Yəni istənilən ölkədə, istənilən cəmiyyətdə daxil olanda deyəndə ki, sən həkimsən, artıq hiss eləyirsən ki, insanlar sənə daha hörmətlə yanaşırlar. Almaniyada biraz belə deyək, cəmiyyətdə yüngülvari irqçilik var. Əsasən də bu Suriya qaçqınları bura gələndən sonra yəni bizi də Suriya qaçqınları kimi qəbul edirlər, çünki bizi avtomatik olaraq ərəblər qara saç gördülər. Hətta mən Azərbaycanda sarımtıl sayılıram. Yəni mənə burada qara deyirlər. Siz qarasınız. Yəni burada şəkildə də görsənir. Mən Alman xəstələr necə görür? Məni daha çox qara görürlər və avtomatik qara da olursansa, yəni səni ərəb kimi qəbul edirlər və ərəbə o qədər də yaxşı pozitiv baxmırlar burada. Amma deyəndə ki, sən həkimsən, ali savadlısan, artıq sənin cəmiyyətdə daha yaxşı qəbul edirlər və sənə hörmətlə yanaşırlar.
təəssüf ki, son zamanlar həkimləri çox stres altına qoyurlar Almaniyada. Yəni necə sistem işi çoxaldır. İşi çoxaldıqca maddi tərəfdən o qədər də yəni ki işin çoxalmasıyla paralel olaraq o qədər də finans baxımından artırmır və elə bil həkim öz işini çox iş gördüyünü dəyərsizləşdirir və tendensial onu görürük ki, çoxlu həkimlər burnout yaşayırlar. Yəni ki, həkimlər psixiki olaraq buna tab gətirə bilmirlər. Qaldıra bilmirlər. Bu yükün altından çıxa bilmirlər, bəli. Bu mənim burada bir-iki xəstəm var ki, hansı ki deyir mən özlə almanlar, yəni ki burada işləmiş, yəni deyir mən institut bitirmişəm, məni bir aydan sonra böyük bir xəstəxanada not aufnamə, yəni qəbul şöbəsinə atıblar, mənə o qədər də yardım göstərməyiblər. Təəssüf ki, bu həqiqətdir. Almaniyada da elə şeylər var. Yəni uzman həkimlər sənə həmişə dayaq durmurlar. Bu insan 3 ay işləyib, 3 aydan sonra bu təzə cavan oğlan əməliyyat edən kollega burnout yaşayıb və artıq 2 ildir bu insan psixiatriyada müalicə alıb, nə bilim reabilitasiyalarda olub. Yəni bu insan 2-3 ildir özünə gələ bilmir və hal-hazırda təzə-təzə özünə gəlir və yavaş-yavaş bu insan təzədən cəmiyyətə və işə inteqrasiya olunmalıdır. İnteqrasiyanın da belə olan hallarda, yəni Stufenweise pillə-pillə eləyirlər. Yəni bunlar başlayırlar 100%-dən yox, 25%-dən məsələn işləməyə və yavaş-yavaş artırırlar naqruskanı. Hətta mən eşitmişəm ki, bu sistemin gərginliyindən və bayaq qeyd elədiyiniz o maddi məsələlərdən dolayı doktor, həkim sahəsində işləyən insanlardan Amerika və Kanadaya üz tutanlar da var. Nə qədər məqsədə uyğundur bilmirəm, yəni sadəcə olaraq bunu da bir sual kimi qəbul edirəm. Mən Amerika, Kanada, Almaniyadan eşitməmişəm, yəni ki, onları çox görməmişəm. Yəni eşitmişəm, amma o qədər də çox tendensiya görmürəm. Əsasən tendensiyanı görürəm almanlar arasında. Alman dilli digər ölkələrə, məsələn Avstriya, İsveçrə, Lüksemburq, bu kimi ölkələrə, yəni orada yaşayış səviyyəsi daha yüksəkdir Almaniyadan və yüksək olmağına baxmayaraq, yəni orada maddi cəhətinə görə yox, məsələ işin bərabər paylanmasına daha çox ona gedirlər. Yəni orada elə şey yoxdur ki, eşitdiyimə görə məsələn bir həkim 10 xəstə yerinə, məsələn kollega xəstə oldu, 10 xəstə yerinə 20 xəstəyə baxmalıdır, yaxud 30. Mən burada Türingendə onu yaşamışam. Son aylarım bütün kollegalar işdən çıxmışdı, təzə kollega gəlməyib. Biz 2 nəfərə 60 çarpayılı xəstəxana şöbəsini məcbur olub orada işləmişik. Yəni adama 30 xəstə düşüb. Bu da elə bir tibbi keyfiyyəti biraz aşağı salır. Tibbi qulluğu aşağı salır və biz də özümüz də bunu görürük ki, biz aşağı, yəni aşağı bizim servisimiz aşağı düşüb və buna görə biz də psixiki olaraq daha stres altına düşürük ki, biz buna hazır deyilik. Yəni biz hazır idik ki, biz burada Almaniyada yüksək səviyyəli servis göstərə bilərik xəstələrimizə. Çünki elə bir həkim tanımıram ki, hansı ki sırf nə bilim pula görə olub həkim. Yəni İlk öncə hamı romantikdir, hamı çalışır xəstəyə yüksək səviyyəli servis göstərsin və xəstəyə maksimal kömək eləsin. Yəni bu məncə yeganə ideyadır ki, bu ideya ilə hər bir həkim öz xəstəsinə qulluq eləmək çalışır. Yəni əlindən gəldiyi qədər istəyir ki, xəstəsini sağaltsın. Əks əlindən bəli. Xəstəsini sağaltsın yaxud kömək eləsin. Yəni həkimlik təkcə sağaltmaqdan irəli hər mənada. Amma kömək etsin tibbi sahəsində. Çünki o da çox vacibdir. Məsələn, Azərbaycanda yoxdur. Biraz ondan da danışım. Burada
elə bu gün, yəni məsələn, mənim bir xəstəm var idi. Onda xərçəng diaqnozu qoyublar. Xəstənin 90 yaşı var. Son və xəstə artıq yerində, yəni yataq xəstəsidir. Yemək, qida qəbul edə bilmir, içə bilmir və bu xəstəyə artıq xəstə qohumları da onlarla məsləhətləşib, digər kolleqalarla məsləhətləşib, axır qərara gəlmişik ki, bu xəstəyə asan və insani tərəfdən ölüm təşkil eləmək. Bunu məsələn Azərbaycanda belə bir servis yoxdur. Burada hospice dins deyirlər, yaxud palliativ dins. Hospice dins ya da hospice dins deyil, hospice o belə xüsusi bir Pflegeheim kimi Einrichtung deyim. Yəni qocalar evi kimi bir yerdə, amma tək qocalar deyil. Yəni orada insanlar son günlərini orada keçirirlər. Yəni ki, və orada maksimal gözəl şərait yaradılır ki, bu insanlar əziyyət çəkməsinlər. Yəni həkimlik məsələn Almaniyada ondan da ibarətdir və onun böyük bir fərqliliyi var Azərbaycana qarşı ki, sən xəstəyə hər bir onun yaşayış fazasında kömək edilməlisən. Yəni təkcə onu sağaltmağa yox, hətta ona rahat ölüm təşkil etməyə bacarmalısan. Çox maraqlıdır. Həqiqətən, yəni bizə yad olan bir belə deyək də məlumat oldu. Yenə də çox gözəl. Növbəti bir sual, bayaq maddi tərəflərdən danışdınız. Bizim ənənəvi bir sualımız var da. Pul məsələsi, hə. Azərbaycanlılarımız üçün maraqlıdır. Doğrudan da Almaniyada həkim çalışaraq belə deyə ailə uşağı dolandırmaq olarmı? Yəni nə qədər sərfəlidir? Buyur. Mənim o vaxtlarım Azərbaycanda bizdə Mamed doktor var idi, cərrahiyyə kafedrasında və o çox düzgün bu suala çox düzgün cavab vermişdi. Deyir ki, həkim yağ çörəyə həmişə pul tapacaq. Yaxşı həkim işləyirsə, deməli yağ çörək üstəgəl bəlkə də arada bir üstünə ikra da yaxa bilər. Amma deyir, varlanmaq heç vaxt olmaz, yəni ki, həkim olaraq. Yəni ki, o biraz çətindir. Yəni düzdür, varlı həkimlər var, varanmaq olmaq olar, amma artıq o həkimlik ideyasından çıxır. Məsələn, bizim bu firma 2 həkim tərəfindən bir nömrəsi qoyulub. Artıq bunların 30-dan belə poliklinikası var və hər poliklinikadan nə qədərsə pul qazanırlar və artıq bu insanlar multimilyonerdirlər. Şəbəkədirlər, bəli. Və bu şəbəkə qurmaq düzdür, hər həkim qura bilər, amma həmin zamanda hər həkim qura bilməz, çünki sən artıq həkim kimi yox, artıq biznesmen kimi düşünməlisən. Sən burada insanları idarə etməlisən, burada Almaniyada bir şirkət açmaq üçün çoxlu tərəfləri nəzərə almalısan. Məsələn, yuristik tərəfləri, finans tərəfləri, nə bilim, vergilər tərəflərini və s. və ilaxır. Yəni burada çoxludur. Bir şirkətlərlə işləməlisən və artıq həkimlik hissəsi elə bir ikinci plana çıxır. Daha çox öz maraqlarının üstün gəlir də, yəni sənin bu peşən üzərində. Evet. Çox gözəl. Növbəti sual, Weiterbildung dövrü necə keçdi? Ən çox səni nə yordu? Dil, sənədlər, yoxsa almanların sistemi? Yaxşı sualdır. Weiterbildungu 16-da dediyim kimi başlamışdım. Mən bura gələndə alman dili B2 sertifikatı vermişdim. Yəni mən burada C1 səviyyəm yox idi. B2 səviyyəsinin çox azdır həkim üçün. Məsləhət görərəm, yəni gələcək həkim kolleqalara C1 ilə, ən azı Bakının C1 ilə bura gəlsinlər. Onun üçün mən və plus da bizim tibbi biliklərimiz yaxşı olsa da, yəni praktiki cəhətdən bizdə o biliklər yoxdur deyə, yəni biz məsələn biliriksə bu dərman bu xəstəliyə kömək eləyir, amma hansı dozirovkada, necə tez verməlisən, hər günmü verməlisən, pauza eləməlisənmi? Onu verəndə məsələn analizlərdə hansı analiz lazımdır? Bunları biz bilmirik. Yəni amma burdakı tələbələr xəstəxana dövrü keçirlər deyə bunu avtomatik bilirlər. Yəni onu əzbərləmiş kimi olurlar.
və onu bilmədiyim üçün mən ilk ilimi bunu elə bil təzədən öyrənməyə məcburiyyətində olmuşam və demək olar ki, ilk ilim mən saat 8-də gəlib, elə olurdu ki, gecə saat 11-də mən buradan işdən çıxırdım. Yəni on əlavə işə mənə artıq heç kim pul vermirdi. Yəni hər xəstəxana onu elə vermir. Heç sözün düzü üzüm də gəlmirdi ki, mən orada öyrənirəm. Deyim ki, mənə ona görə artıq pul verir. Mən həkim kolleqalarda, burada Alman kolleqalardan da öyrənirdim. Məsələn, burada çox dəyər verirlər brieflərə, bu terapevtlərdə, inner medicində işləyənlərə. Burada bürokratiya çox böyükdür. Yəni bizim brieflər ən böyük brieflər sayılır burada tibb sahəsində. Məsələn, cərrahlar o qədər də böyük brieflər yazmır. Bizim kimi brief elə bir ailə həkiminə yönəlmiş bir məktubdur. Yəni bizim dildə desək epikrizdir. Amma orada təkcə epikriz deyil, yəni xəstə gəldi, bu şikayətlərlə gəldi, ona bunu elədik və xəstə buna görə bir effekt gördü və açıqlamalar verməsi. Orada ətraflı başa salmalısan. Yəni bu briefləri də təbii ki, yazmaq üçün sən belki çox azdır və ona görə o dili artırmaq, o dili öyrənmək, sonra o işin səmtini öyrənmək, iş necə gedir, onları öyrənməyə mənə bir il hardasa vaxt çəkdi ki, mən onu sərbəst öyrənim, özümü rahat hiss edim. Təbii ki, əvvəldə mən qorxurdum. Elə əvvəldə birinci səfər məndə bu da maraqlıdır. Birinci növbəm idi deyəsən, ya ikinci növbəm idi. Gecə saat 3-də zəng elədilər ki, məsələn, sənin xəstən ölüb. Mən də bilmirdim nə etməliyəm. Gəlmişəm ki, onda tibb bacısı da oradaydı. Deyirəm, indi nə etməliyəm? O da deyir, xəstənin neçinə 90 yaşlıdır, normaldır. Yəni Almaniyada normaldır. Gözləyirlər ki, məsələn, evdə ölmək istəmir. Bir ki temamıza qayıdıram. Yəni ölmək istəmir, buna yaxşı yəni bu ölüm üçün yaxşı şərait yaratmaq. Özüm üçün yaxşı şərait yaxud bu qohumlarına elə bil necə deyək, naqruska belə düşməsin. Hə? Yəni güc düşməsin. Güc düşməsin qohumlarına, yəni qohumlarına, ailə özlərinə ağır olmasın deyə. Çoxsu deyir ki, mən apar xəstəxanayam orada. Ona görə, yəni orada bunun sənədlərini doldurmaq lazım idi. Yəni orada biraz şoka düşmüşdüm. O birinci növbələrimdən idi. Amma belə, yəni bu növbələri keçirmək əsasən bunlar çətindir. Yəni qayıdım sənin sualına. Bu gecə 24 saatlıq növbələr, sən təksən, sənin əvvəldə o qədər də biliyin yoxdur. Yəni gecə uzman doktorlara zəng eləmək, gecə saat 3-də heç biri şad olmayacaq sənin zəngini qulaq asmağa, yəni ki, hətta almanlar olaraq elə uzman doktorlar var ki, xarici həkimləri sevmir və zəng eləyəndə avtomatik aqressiv cavab verirlər, amma məcburdurlar, onlar sənə məcburdurlar cavab verməyə. Düzdür, kömək eləyirlər, hər şey olur, amma insanlar hər yerdə fərqlidir. Yəni bizdə də, onlarda da, yəni heç kim fərqlənmir, insan insandır, hamı ilə dil tapmaq lazımdır və yəni heç kimin emosiyalarına bağlanmamaq, bunu qəbul etmək ki, biz sırf təzə burada başlayanda biz çox şey bilmirik və öyrənməyə meyl göstərmək. Və öyrənməyə meyl göstərəndə almanlar bunu görür, dəyərləndirir və sənə həmişə kömək eləməyə çalışır. Əgər sən yox, bura gəlirsənsə, deyirsən ki, mən həkiməm, sən tibb bacısısan, sən nə bilim məndən kiçiksən, sən nə bilim xanımsan, sən xristiansan, elə şeylər də olur. Yəni bizdə də təəssüf ki, elə şeylərlə olanda o insanlar burada çox pis bitirir. Yəni onlar tez buradan işdən çıxarılır. Bizim izləyicilərimiz üçün də çox yad bir şey ki, əslində bəlkə də tibb baxımından çox rahatdır. Yəni insan ölümünü bu qədər rahat şəkildə ifadə eləmək. Bu da bir təcrübədir. Bu da bizim də izləyicilərimizin məlumatı oldu və Azərbaycandan gələn tələbələrimiz artıq bu haqda
Təbii ki, onlar bu sayədə məlumatlar var. Bu da bir yenilik oldu. Növbəti sual, Almaniyada ev həkimi kimi işləyəndə insanın həyatı necə dəyişir? Daha çox rahatlıq gəlir, yoxsa məsuliyyət 2 qat artır? Hər ikisi. Yəni biz burada təkik deyə, yəni biz burada özümüz öz şefimizik, belə deyək. Şef də olmaq avtomatik məsuliyyət gətirir. Yəni məsələn sən xəstəxanada bir asistan kimi çalışırsansa, səhv eləyibsənsə, bu səhvin cavabdehiliyini sən bölürsən. Yəni ki, bu məsuliyyəti sən bölürsən. Bunu sənin uzmanın daha çox məsuliyyət daşıyır, sənin şefin daha çox məsuliyyət daşıyır. Yəni mən elə şeylər görmüşəm ki, məsələn məndə olmayıb, amma kolleqalarda görmüşəm ki, səhv olub, xəstə də ölüb, yəni ki, amma yenə də şef özünü qoyub qabağa, yəni düzdür, sonra asistanla danışıb, bunu araşdırıb, yəni işdən çıxarmayıb hətta, yəni səhv burada normal qarşılanır, amma səhvin üstündə işləmələr də normal qarşılanır və səhvi kökünə girib, yəni ki, burada hər səhv o demək deyil ki, səni işdən çıxardacaqlar, yəni amma hazır olmalısan ki, belə narahat bir temaya, narahat bir topikə belə deyək, danışmalısan və açıq danışmalısan. Bunu almanlar çox dəyərləndirirlər, açıq danışmaq bu səhvi. Burada ailə həkimi kimi sən bu səhvi tam 100% öz üzərində daşıyırsan, yəni səhv etsən, bunu həmişə sən bilməlisən. Qrafik baxımdan təbii ki, burada ailə həkimindən xəstəxana həkimi çox fərqlənir. Qrafik baxımdan ailə həkimi belə deyək, 3-cü və 5-ci günlər əsasən saat 2-də bitir. Bura bizim işimiz. Xəstələr üçün saat 1-də bitsə də bizim 1 saat hardasa saat yarımlıq sənəd-sünət işləri olur. Onları bitirdikdən sonra biz artıq evə gedirik. Əgər bizim öz praksisimizdirsə, yəni mənə lazımdırsa, mən saat 1-də də çıxıb gedə bilərəm, 12-də də çıxıb gedə bilərəm. Məsələn, deyə bilərəm ki, 1 saatlıq 12-1 arası xəstələri ləğv elə. Bir gün mənə bir gün tez getmək lazımdır. Digər günlər saat 8-dən 18-ə kimi çalışırıq biz. Xəstələr üçün mən hardasa 45 dəqiqə, 1 saat əlavə qalıram bu günlər. O uzun günlər 8-dən 18-ə kimi çalışanda biz arada 2 saat bizdə pauza olur. Yəni orada da sənəd-sünət işləri var bizdə. Ümumiyyətcə ailə həkimi kimi səndə sənəd-sünət işləri daha çox olur. Amma düzdür, artıq o uzun epikrizlər, yəni xəstəxana həkimi kimi o brieflər deyirlər, yəni epikrizlər biz burada yazmırıq. Amma sən daimi hansısa bir sığortaya, hansısa bir məhkəməyə cavab verməlisən. Yəni məhkəmə də təkcə səhvlərlə məşğul olmur. Məsələn, bizdə ona əlillik deyirlər. Yəni burada da əlilliyə müraciət edənlərin işinə çerez yəni sosial məhkəməsinin baxır o işlərə və onlara çoxlu burada müraciət olduğu üçün bura sosial ölkədir. Yəni o sosial insanların sənəd-sünət işlərinə biz baxırıq və onlara cavab veririk. Bizim öz fikirlərimizi, ekspertizamızı paylaşırıq onlarla. Təbii ki, belə bir şey var. Amma onun qarşısına biz həftə sonu növbələri etmirik. Həkimə düzdür, həftə sonu növbəsi ailə həkiminə paylayırlar. O da ildə 2 həftə növbəsidir. Yəni o da asistan dövrünündən, yəni heç müqayisə olunmaz. Çünki orada biz aya 5, hətta 9 növbə elədiyim vaxtlar olubdur. Yəni məndə ayda. Burada isə yəni heç növbə etmirik və o 2 növbəni də yəni veririk, kimsə eləyir. Yəni o növbələri biz eləmirik özümüz. Belə. Təşəkkür. Növbəti sual, səni çox tutmayacağam. Bundan sonra sonuncu suala keçəcəyik. Azərbaycandan gələn gənclər deyir ki, Almaniyaya gedəcəm, həkimliyi oxuyub işləyəcəm. Səncə onlar buradakı reallığı bilsə yenə istəyərmi? Yaxşı sualdır. Baxır,
məqsəd nədir? Nə üçün bura köçür? Nə üçün Azərbaycandan köçür? Nə axtarır bu həkimlər? Yəni bu kolleqalar, bu cavan insanlar. Hətta cavan olmayan insanlar da var. Mən məsələn burada kolleqalar tanıyıram ki, Azərbaycanda gəlib insanın 40 yaşı var, 2 uşağı, 2-3 uşağı var, ailəsi var. Artıq buna, yəni mənim kimi o birinci il mən bura subay gəlmişdim. Mənim kimi birinci il 8-dən gecə saat 11-ə kimi oturmaq, bir il o deməkdir ki, sənin ailən səni görməyəcək. Yəni buna hazırsanmı? Bir böyük insan kimi. Cavan insan kimi o başqa, o heç. Yəni onu etmək olar, amma burada artıq başqa problemlər, sosial və ailəvi problemlər qatıla bilər. Cavan insan üçün hər cavan insan hazır deyil bu 9-dan 11-ə. Düzdür, hamıya lazım deyil bu 9-dan 11-ə. Bu mənim şəxsən öz seçimim idi ki, mən bir tez inteqrasiya oluna bilim. Bəlkə onlar məndən də yaxşı oxuyublar. Bu ola bilər. Yəni məndən də yaxşı motivasiyadılar. Yəni indi şükür Allaha informasiya daha çoxdur. Mən gələndə informasiya az idi. Yəni indi demək olar ki, Facebookda da bizdə səhifələr var ki, hansında ki biz kolleqalarla paylaşırıq, bütün məlumatlarla hamı hər şey oxuya bilər. İndi ChatGPT ilə də hər şeyi soruşmaq olub, hər şeyi öyrənmək olar, əgər istək varsa. İkinci hissə bu sualın cavabı, okey, sən buraya gəldin, sən nəyə görə gəlirsən? Sırf maaşa görə gəlirsənmi? Sosial tərəfinə görə gəlirsənmi? Bu növbələrə görə gəlirsənmi? Mənim fikrimcə sən hansısa belə güclü bir addım atmaq istəyirsənsə, sən o addımı atanda sən bu addımın negativ tərəflərindən razı olmalısan ilk öncə. Yəni ki, negativ tərəfləri nədir bu addımın? Sən ailəni görməyəcəksən. Sən buna razı olmalısan ki, sənin anan, valideyn, qardaşın, bacın, uşaqların ola bilsin səni elə də tez-tez görməyəcəklər. İldə 1 və yaxud 2 dəfə sən bunları görəcəksən. Buna razısanmı? Sənin dostların, demək olar ki, sən dostlarının çox hissəsini itirəcək olasan. Çünki sən onları görməyəcəksən. Düzdür, Bakıya getsən, yaxud rayona getsən, buradan ora gedəndə ildə bir dəfə görüşə bilərsən, amma artıq o sosial həyatın artıq həmin deyil. Yəni sən dəyişirsən, onlar dəyişirlər, onlarla bir də görüşmürsən. Sən bura köçəndə tək köçürsən. Yəni Marseldə bir heykəl var, immiqrant heykəli. Onu gözünə gətirməlidirlər. O immiqrant heykəlində heykəl belədir ki, insan durur, çamadanla ortasında boşluq var. Yəni o boşluq o deməkdir ki, bu insanlar özünün bir hissəsini evdə qoyurlar. Yəni evdə ailəni evdə qoyurlar, evdə doğmalarını qoyurlar, valideynlərini qoyurlar, baba nənələrini qoyurlar, gəlirlər bura. Öz çoxsu dost çevrəsini qoyub gediblər və artıq sosial həyatdan elə bil uzaqlaşıb tənha həyat burada başlayırlar və tənha olaraq razıdırlarmı bunu başlamağa. Və bu biraz psixiki olaraq daha çətin olur belə insanlara. Onun üçün bunu hazır olmalılar və bu boşluğu hansı ki bunlar bura köçəndə doldurmağa hazır olmalılar və təzədən sıfırdan doldurmağa hazır olmalılar. Çünki açıq desək, çox adam deyir ki, almanlar çox soyuq insanlardır, amma belə deyək, siz 35 yaşında razı olarsınızmı? Sizin artıq dost çevrəniz formallaşıb, hansısa bir, məsələn, Azərbaycandan, Pakistandan bir adam gəlir 35 yaşında sizlə bir işə və onunla dostlaşıb evə çağırmaq, yəni düzdür bizdə biraz o var, amma almanlarda o tam yoxdur və
bizdə olsa belə, yəni biz bəlkə də razı olmarıq ki, o Pakistanlı gəlsin bizə evə, biz onunla dostlaşaq. Bizim artıq axşamlar artıq çayxanada bizim kruqumuz var, belə deyək. Və bu insanlar buna razı olmalılar ki, bunlar belə də qəbul olunmayacaqlar cəmiyyətdə. Ola bilsin ki, ultra çox belə dilli insanlar, sosial insanlar var ki, onlar burada assimilyasiya oluna biləcək. Amma deyərdim ki, tibb tələbələri arasında bu sosiallaşmaq ümumiyyətcə bizim sənətimizdə uyğun, bizim institutumuza uyğun deyil. Çünki biz artıq institut vaxtı çox zaman və həyatın sosial faktoruna çoxsunu qurban veririk ki, biz bu həyata girək, bu tibb həyatına girək və tibb həyatına girəndə biz sosiallaşmaq bizim üçün biraz çətin olur. Yəni bu hər həkim üçün biraz çətin olur məncə. Yəni hamıya aid etmək olmaz təbii ki, amma çoxsuna aid etmək olar. Və o olmasa da yəni yaxşı həkim olmaq biraz çətindir. Yəni o biraz sosiallaşmaqdan uzaq. Yəni elə şey görməmişəm ki, insan səhər axşam partilərə getsin, dostlarla həmişə gəlsin, oxumasın, axırda həkim olsun. Yəni belə şey olmur. Doktor, son sual olaraq xəyallarımın ardınca verilişimizin izləyicilərinə buradan nə demək istərdim? Bir həkim olaraq biz çox darıxdıracağıq, amma standart bir şey arzulayarıq. Həmişə sizin izləyicilər üçün də, hər xəstəm üçün də sağlamlıq arzu edirik. Sağlamlıq varsa, pul da olacaq, xoşbəxtlik də olacaq, firavanlıq da olacaq. Əsas sağlamlıqdır, sağlam qalın. Sizə uğurlar arzu edirəm. Təşəkkür edirik. Çox sağ olun doktor ki, vaxt ayırdın bizə. Bu bilirik, siz uzaq şəhərdə yaşayırsınız, Kölndə yaşayırsınız. Kölündən Remşayda gəlmək, getmək və eyni zamanda bütün gün işləmisiniz, yorğunçuluq. Buna rəğmən bizə vaxt ayırdınız. Təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Sizlər bizim fəxrimizsiniz doğrudan da. Biz sizlərlə qürur duyuruq ki, doğrudan da qərib ölkədə gəlib belə bir ölkədə uğur qazanmaq, öz ayaqları üzərində durmaq və Azərbaycan millətimiz, xalqımız adına layiqincə təmsil etmək. Doğrudan da biz sizə təşəkkür edirik. Çox sağ olun deyirik sizə. Gələcək şəxsi həyatınızda və karyeranızda uğurlar arzulayırıq. Oldu. Təşəkkürlər. Siz sağ olun. Bax belə növbəti xəyallarımın ardınca verilişimin növbəti buraxılışının sonuna da gəlib çatdıq. Ümidvarıq ki, sizlər üçün gözəl, maraqlı bir proqram hazırladıq. Növbəti görüşlərdə, növbəti buraxılışlarda görüşmək ümidi ilə hələlik deyirik. Çox sağ olun izlədiyiniz üçün. Hələlik.